Geçən ilin sentyabr ayında mən İngiltərədən mən e-mail aldım ki, mənim kitablarımı nəşr eləmək istəyirlər. Mən indi hal-hazırda təhsilim və başqa layihələrim, projelerim olduğu üçün inşallah buradakı layihələrimi bitirim. Ondan sonra davam edəcəm və buradan təklif aldım ki, Los Angeles'da bir də Washington'da da istəyirlər ki, mən təqdimat eləyim. Bizim diasporada sağ olsun təklif edərlər. Səmimi sizlə paylaşım. Bu yol ağır və çətin yol idi. Mən əsas arzuma, məqsədimə çatdım ki, Amerikada Barnes & Noble'da mənim kitabım nəşr olundu və Kindle, Amazonda belə mənim kitablarımı tapa bilərsiniz. Və hətta Stanfordda mənim kitablarım satılır və bugün təqdimatda baxmayaraq, yəni davamlı şəkildə mənim The Edge of the World kitabım satışda olacaq və bu mənim üçün çox önəm verici bir haldır və qürur verici bir haldır ki, bir Azərbaycanlı yazıçının Stanfordda təqdimatı oldu